Bizim hədislərimizdə var. Buyurur, mən ərəfə nəfsə fəqəd ərəfə rəbbə. Kim özünü tanısa, uca Allahın yaxşı tanıyar. Bunları bizə Quran öyrədib. Həzrət Əli Əleyhisselamın sözündə var, buyurur, Mevlaya ya Mevlay, əntəl xəni, ənəl fəqir. Gör, insanın Allahı tanımaq dərəcəsi hansı dərəcəyə gedir, çıxır. Ey mənim Allahım, sənsən imkanlı, mənəm fəqir. Mevlaya ya Mevlay, əntəl qəvi, ənəz zəif. Ey mənim Allahım, sənsən qüdrətli, zəif mənəm, mən kiməm ki? Yəni, Həzrət Əli Əleyhisselam ki, doğrudan biz uşaqlıqdan bu fikirdə böyümüş ki, güc deyəndə, yəni Həzrət Əli Əleyhisselam. Mevlaya ya Mevlay, əntəl alimu, ənəl cahil. Ey mənim Allahım, sənsən alim. Əleyhisselam nə buyurur? Buyurur ki, Peyğəmbər mənə elmdən 1000 qapı açdı və hər qapıdan da 1000 qapı açılır. Ənə mədinətul elmi və əliyyum babuha. Elə bir cəmiyyətdə Quran gəldi, insanlara uca Allahı elə tanıtdırdı ki, ən yüksək elm desin o Allahdadır. Var dövlət desin o Allahdadır. Hər nə desin, şəfa desin o Allahdadır. Quran gəldi, belə tanıtdırdı.